dünyanın təbii ehtiyatlarının müxtəlif mineral ehtiyatlar, torpaq ehtiyatlar və su ehtiyatlarının qruplaşdırılması onlar haqqında məlumat olacaqdır. Bu ehtiyat dünyanın torpaq ehtiyatıdır ki, torpaq ehtiyatını qiymətləndirdilər. Bilirik ki, insanlar onu mənimsəyir. Dünyanın torpaq fondunun tərkib hissələri 37% əkinə yararlı torpaqlardır, əkilir. 63% isə istifadə olunmur. Yəni, əkinçilikdə burada yararlı, yararsız torpaqlar da qruplaşır 63%-in içərisində. Torpaq fondunun tərkib hissələrinə daxildir yararlı, yararsız torpaqlar, daxildir çəmən, otlaq altında olan torpaqlar, meşə kolluq altında olan torpaqlar, yaşayış məntəqələri altında olan torpaqlar və torpaq fondu ümumilikdə bu cürə qiymətləndirilir. Məhsuldarlığı çox olan torpaqlar əsasən geniş yayılıbdır. Savvannalarda, çöl zonasında, enliyarpaq və qarışıq meşələr zonasında. Məhsuldarlıq azdır, həm də mənimsənilməsi çətindir. Səhra, yarım səhraların, yüksək dağlıq ərazilərin torpaq ehtiyatından. Torpaqlar mövzusunu biz keçərkən demişdik ki, əkinçilik üçün yararlı olan torpaqlar şabalıdır, qəhvəyi, qonur, qara torpaqlardır. Lakin insanlar məhsuldarlığı az olan torpaqlardan da istifadə edirlər. Yarım səhraların torpaqlarından onlara əlavə məhsuldarlığını artırmaq üçün gübrələr verirlər. Dünyanın torpaq fonduna nəzər salsaq, ayrı-ayrı ölkələr üzrə qruplaşdırsaq, torpaq fondunda daha çox istifadə olunur torpaqdan kənd təsərrüfatında, sənayedə və kommunal işlərində istifadə olunur. Kənd təsərrüfatında əkinə yararlı torpaqlar Avropanın cənubunda, Cənub-Şərqi Asiyada, Şərqi Asiyada daha geniş yayılıbdır. Amerikanın preriləri, Latın Amerikasının pampaları, yəni düzənlikləri əkinçilik üçün yararlı torpaqlar hesab olunur ki, torpaq ehtiyatı adam başına düşən qiymətləndirilir. Ölkənin deməli həm məhsuldarlığına görə, həm də adam başına düşən torpaq ehtiyatı ölkədə qiymətləndirilir. Necə? Ərazi böyük, torpaq ərazi böyük, əhalinin sayı az olarsa, bu ölkədə qiymətləndirmə belədir ki, adam başına düşən torpaq ehtiyatı çoxdur. Lakin burada torpağın məhsuldar və ya qeyri-məhsuldar olması rol oynamır. Ümumilikdə götürəndə adam başına düşən torpaq ehtiyatı Avstraliyada, Manqolistanda, Qazaxstanda, Rusiyada, Şimali Afrika ölkələrində, Braziliyada çoxdur. Burada ərazinin böyüklüyü rol oynayır təbii ki və əhalinin sayı rol oynayır. Adam başına düşən torpaq ehtiyatları Çin, Yaponiya, Hindistan, Avropa ölkələrində azdır və bu ehtiyat getdikcə deməli insanların müxtəlif məqsədlər üçün torpağı mənimsəməsindən və əhalinin sayının artmasından asıl olaraq azalmaya doğru gedir. Dünyanın torpaq ehtiyatı insanlar tərəfindən mənimsənilir. Bugün onun həddən çox korlanmasında bilirik ki, torpaqlar rekultivasiyaya məruz qalır, eroziyaya məruz qalır. Yəni, torpaqlar çiklənir hasilat zamanı, torpaqlar eroziyaya məruz qalır, ağaclar qırılır, meşələrin qırılması torpaq eroziyasını gücləndirir və eyni zamanda torpaqlar ayrı-ayrı ərazilərdə həddən artıq su varılmadan qrund sularının səviyyəsinin qalxması nəticəsində şoranlaşmaya məruz qalır və bu torpaqları yararsız hala salır, bilavasitə insan fəaliyyəti. Onların məhsuldarlığını artırmaq üçün çiklənmiş torpaqları bərpa eləyirlər, belə torpaqlar rekultivasiya nəticəsində təmizlənir, meliorasiya nəticəsində şoran torpaqlar yuyulur və dağ yamaclarında torpaq eroziyasının qarşısını almaqdan ötürü meşələr salırlar, süni meşələr və ya eyni zamanda meşələr qırılarsa bu proses sürətlənir. Adam başına düşən torpaq ehtiyatlarına nəzər salsaq, görərik ki, burada ərazinin böyüklüyü əsas amil kimi qiymətləndirilir, lakin əhalinin sayı da burada mühüm əhəmiyyət kəsb edir. Avstraliya dünyada ən çox adam başına düşən torpaq ehtiyatına görə fərqlənən ölkələrdəndir. Eyni zamanda bu xüsusiyyət Kanadaya,
Qazaxstana, Manqolistana, Rusiyaya və Əlcəzair, Liviya, Sudan, Mali, Niger, Çad kimi Şimali Afrika ölkələrinə də xasdır. Deməli, bizim ikinci təbii ehtiyat su ehtiyatıdır. Bildiyimiz kimi su həyat mənbəyidir. Sudan insanlar yaşamalar üçün istifadə edirlər. İstifadə olunan suyun miqdarı da ayrı-ayrı ölkələrdə fərqlidir və dünyanın su ehtiyatlarına nəzər salsaq, bu ehtiyatın 97%-i dünya okeanında cəmlənibdir ki, 361 milyon kvadrat kilometr dünya okeanının sahəsidir. 97% məhz bu qədərdir. 3% isə quru sularıdır ki, bu sular içərisində buzlaqlar, Qrenlandiya, Antarktidada yayılan buzlaqlar və yüksək dağlığın buzlaqları fərqlənirlər. Digər sular isə buzlaqlardan başqa yeraltı sular, çay və axarlı göllərin sularıdır ki, insanlar bundan sənayedə, kənd təsərrüfatında və içməli su kimi istifadə edirlər. Su ehtiyatının yerləşməsinə nəzər salsaq, əsasən burada iki arid qurşaq xüsusilə fərqlənir. Bu arid qurşaqlardan biri şimalda yerləşir, Şimali Afrikadır, Mərkəzi Asiyadır və Ərəbistan yarımadası. İkinci arid qurşaq isə bunu xüsusilə Mərkəzi Avstraliya, Kalahari və Atakama kimi qəbul edirlər. Yəni, Cənub yarımkürəsində arid zona xüsusilə bu əraziləri əhatə edir. Mülayim qurşaq, ekvatorial qurşaq bu ərazilərdə çay şəbəkəsi geniş yayılıb, şirin sulu göllər çoxdur və tropik qurşaqda yerləşən ölkələrdə isə su qıtlığı problemi var, su böhranı, su acılığı çəkən ölkələr yalnız tropiklərdə yerləşən ölkələr deyil. Yəni, bu ölkələrin yerləşdiyi enliklərdə çay şəbəkəsinin sıxlığının az olması onlarda su problemi yarada bilər. Lakin, mülayim və ekvatorial qurşaqda yerləşən ölkələrdə də bu problem yaranır. Bu problemin yaranmasının səbəbi dünya əhalisinin sayının ildən ilə artmasıdır. Şəhərlərin böyüməsi, şəhər əhalisinin sayının artmasıdır. Ölkələrdə nəzər salsaq, ayrı-ayrı ölkələrdə sudan istifadədə fərqlər var. Əsasən, inkişaf etmiş ölkələrdə, xüsusilə sənayinin güclü inkişaf etdiyi ölkələrdə su daha çox sənayədə istifadə olunduğu halda, inkişaf etməkdə olan ölkələrdə, kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə sudan daha çox kənd təsərrüfatında istifadə edirlər. Dünyanın su ehtiyatının içərisində çayların hidroenerji ehtiyatından danışmaq yerinə düşərdir ki, deməli, bugün tükənib bərpa olunan ehtiyat kimi qiymətləndirilən su, həm də enerji ehtiyatı kimi qiymətləndirilir. Bu ehtiyat dünyanın 6 ölkəsində xüsusilə cəmlənibdir. Rusiya, Kanada, Amerika, Braziliya, Kongo və Çin kimi ölkələr burada fərqlənir ki, bu ölkələrin ərazisində çay şəbəkəsi genişdir və çayların enerji potensialı, hidroenerji potensialı çox böyükdür. Çaylardan enerji alırlar, ölkədə enerjiyə olan tələbatın bir hissəsi məhz çaylar vasitəsilə ödənir. Ayrı-ayrı ölkələrdə dedik bayaq ki, geniş çay şəbəkəsi, şirin sulu göllər olmasına baxmayaraq, yenə də su problemi yaranır. Bu problemlə üzləşən iri şəhərlərdir ki, bu şəhərlərə New Yorku misal göstərə bilərik biz, Washingtonu misal göstərə bilərik, Los Angelesi misal göstərə bilərik, dünyada ən çox əhaliyə malik olan Mexikonu misal göstərə bilərik. Burada Londondan, Parisdən, Moskvadan və eyni zamanda Pekin və Tianjin şəhərlərindən, Şanxaydan söhbət gedə bilər ki, bu şəhərlərdə də su problemi yaranır. Təbii ki, bu da əhalinin sayının artmasından irəli gəlir. İstifadə olunan suyun miqdarında bayaq qeyd elədik ki, ölkələr üzrə fərqlər var. Yəni, bir gün ərzində inkişaf etmiş ölkələrdə istifadə olunan su 300-400 litrdirsə, etməkdə olan ölkələrdə
bu nisbətən az göstəriciyə malikdir. Getdikcə suya olan tələbat artır. İnsanlar artıq digər mənbələr axtarırlar bu problemi həll etmək üçün. Görək, su qıtlığını aradan qaldırmaq üçün iqtisadçılar hansı tədbirlər, hansı deməli əsas göstəricilər kimi qiymətləndirirlər. Su probleminin həlli yollarından biri sahil ölkələri üçün dəniz suyunun şirinləşdirilməsi problemidir ki, bayaq biz birinci şimal qurşağında dedik, arid bölgələr kimi Ərəbistan yarımadası ölkələrinin adını da çəkdik. Bu ölkələr dəniz suyunu şirinləşdirərək Səudi Ərəbistanında, Birləşmiş Ərəb Əmirliyində süni meşələr, süni yaşıllıqlar yaradıblar. Deməli, problemi həll etməkdən ötürü bu ölkələr dəniz suyunun şirinləşdirməsindən istifadə ediblər. Ayrı-ayrı arid bölgələrdə bu Mərkəzi Asiya ölkələri bu üsuldan istifadə edir. Yəni, ümumilikdə götürəndə bütün arid bölgələr çayların məcrasını dəyişir, yəni kanallar çəkirlər. Bu xüsusiyyət bizim ölkəmizdə də var. Yəni, Mingəçevir su anbarı Kürçay üzərində yaradılıbdır. Mingəçevir su anbarından çəkilən kanallar Yuxarı Qarabağ kanalı Qarabağ Mil düzünün suvarılmasında, eyni zamanda Yuxarı Şirvan kanalı Şirvan düzünün suvarılmasında istifadə olunur. Deməli, çaylardan çəkilən kanallar arid ərazilərdə suya olan tələbatın ödənilməsində mühüm amil kimi qiymətləndirilir. Sudan qənaətlə istifadə etmək, istifadə olunan suyun qapalı dövriyyəsinə, yəni təmizlənib yenidən istifadəyə verilməsi, iceberglərin gətirilməsi sahil ölkələr üçün xarakterikdir ki, əridərək ondan istifadə edilməsi və bildiyimiz kimi iceberglər kiçik bir çayın verdiyi su qədər su verə bilir. Lakin bu iceberglərin gətirilməsi də ayrı-ayrı ölkələr üçün deməli, problem yarada bilər. Bu, yalnız maddi bazaları, yəni inkişaf etmiş ölkələr bundan istifadə edə bilərlər. Və əsas, deməli, sudan istifadədə problemlər su hövzələrinin çiklənməsindən də irəli gəlir ki, bildiyimiz kimi çay sahilində yerləşən sənaye müəssisələrinin tullantıları çaylara axıdılır. Həmin çaylar da şirin su mənbələridir. İnsanların içməli suya olan tələbatını ödəyir çaylar. Bu xüsusiyyət bizim respublikamızda da özünü biruzə veribdir. Kürçayı, onun qolları, xüsusən də ona tökülən araz, araza tökülən Oxçuçay vasitəsilə gələn tullantıları bilavasitə kürə gətirir. Biz axarsuların istifadə edilməsinə nəzər yetirsək, görərik ki, bayaq qeyd etdiyimiz kimi, ayrı-ayrı ölkələrdə kənd təsərrüfatında, sənayedə və kommunal sahələrdə istifadə olunan suların miqdarında fərqlər var. Kənd təsərrüfatında diqqət yetirsək, görürük ki, daha çox Asiya qitəsində, sonra Şimali Amerikada, sonra Rusiyada istifadə olunur. Sənayedə istifadə olunan suyun miqdarı Şimali Amerikada, Avropada, Rusiyada, ən axırıncı yerdə isə Avstraliya dayanır. Kommunalda istifadə olunan suyun miqdarı Avropada, Asiyada daha çoxluq təşkil edir. Bu su azlıq təşkil edir Avstraliyada. Eyni zamanda dünya ölkələrinin su ilə təmin olunması, ondan danışdıq. Burada dedik biz, ayrı-ayrı ölkələrdə sudan istifadədə fərqlər var. Lakin bu suların ehtiyatı, diqqətlə baxsaq, harada daha çoxdur? Biz 6 ölkənin adını çəkmişdik. Bu ölkələrdə deməli, su ehtiyatı çoxdur. Dünya ölkələrinin su ilə təminatında verilən ölkələrdə su problemi o qədər yaşanmır. Lakin burada Çində, Hindistanda, Avropa ölkələrində, Şimali Afrika, Avstraliyada dedik, çay sularının ehtiyatı nisbətən əhalini tam təmin edə bilmir, su problemi yaşanır. Deməli, mən elə gəlir ki, biz bugün torpaq, su və mineral ehtiyatlar haqqında biraz geniş məlumat əldə etdik. Gələn dərsimizdə digər ehtiyatlar haqqında məlumat öyrənəcəyik. Hələlik dərsimiz bu qədər. Sağ olun.